Hörmətli izləyicilər, bu günləri Zadə Elçin Xalidoğlu'nun cənnətli doğum günü qeyd olunur. İstərdim ki, anamız Elçin haqqında öz xatirələrini bölüşsün. Necə xatırlayırsın Elçin? İlk öncə hamısını hər kəsi salamlayıram. Elçin çox fərqli evladı idi. Elə bir ki, vətən üçün böyüyürdü. Heç nədən qorxmadan, heç nədən çəkinmədən bir evladı idi. Orta məktəbdə oxuduğu müddətdə müəllimlərinin sevimlisinə çevrilmişdi, tələbə yoldaşlarının sevimlisinə çevrilmişdi. Elçin orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzərində ixtisasçı idman müəllimi idi. Orada oxuduğu müddətdə də həm müəllimələrinin, həm də tələbə yoldaşlarının onların içində çox sevimli bir evlad oldu. Yəni o hər dəfə də onun məktəbinə gedəndə, yəni müəllimlər ancaq Elçin deyirdilər ki, yəni bu cür evlad böyütmüsən, o qədər tərbiyə. Elçin əsgərlikdən çağırış alındı, yəni əsgərliyə getdi, təhsilin yarıda qoydu. Əsgərliyə getdi. Orada da elə əsgərlikdə də bütün hər bir işini layiqincə yerinə yetirdi. Çavuş zvaniyasını aldı. Gələndən sonra təhsilin yenə də davam elədi. Gələndən sonra idman zalında çalışdı. Dostları həqiqətən çox idi. Yəni böyüdən kiçiyə qədər, yəni hər kəsin sevimlisi idi. Mən deyərdim ki, çox fərqli idi. Yəni, qardaşından da fərqli idi. Ancaq yəni, o 44 günlük müharibədə, yəni o həmin vaxtlarda mənə dedi, ana, buna hazır ol. Yəni, müharibə olacaq. Mən şəhid də ola bilərəm, qazi də ola bilərəm. Amma heç kəsin yanında ağlama. Yəni, Elçin həmin gedən günündən erməniyə düşmən kəsildi, yəni qan utdurdu. Elçin 10 gün, yəni bütün rayonlarda, Tərtərdə, Suqovuşanda, Mirzə Həsənli, Seyid Mahmudlu, Seyid Əhmədli, Füzuli, Talışkənd, Şuşa, Daşaltı kəndinin azaldığı uğrunda gedən müharibədə o qəhrəmancasına vuruşmuşdu. Onun arzusu idi ki, o bayrağı Şuşanın yuxarı hissəsində, dağında o Şuşanın bayrağı sancsın. Ona da qismət oldu. O Şuşadan mənə zəng elədi. 10 gün elə bil ac-susuz qalmışdı. Yəni, o 13 nəfər həm də istəyirdilər ki, özlərini öldürsünlər o dərəcədə. Amma xüsusi təyinatçılar gəlib, yəni onlara dəstək olub. Ondan sonra elə bil ki, onlar lap daha da güc tapmışdı. Yəni, onlar vuruşa-vuruşa, erməni ilə əlbəyaxa döyüşə-döyüşə, yəni Şuşanı aldılar. Sizin son sözü yadınıza düşəndə ana olaraq göz yaşlarına hakim ola bilirsiniz? Elçinin o qədər xatirələri var ki, Elçin mənə deyirdi ki, ana başıva dönüm, ana sənə qurban olum. Yəni, bu sözlər üçün mən çox, yəni, hər tərəfə baxıram, bu sözlər mənə deyən yoxdur. O sözlər üçün darıxıram. Onun gəlib burada iş yerimdə, otağın qarşısında deyən, ana səni bu günləri bir saatda görməmişəm. Yəni, o sözlər üçün darıxıram ki, gəl qucaqlayıb, ana sən mənim baş tacımsan. Yəni, o sözlər mənə deyən yoxdur. Mən onlar üçün darıxıram. Allah səbir versin, Allah gözün versin. Səfər TV-nin onlayn kanalında əriyadan sizə təşəkkür edirəm. Var olasın. Həm şəhidlərin, həm qazilərin anasıyam. Mən Elçinimin anasıyam. Binə Mədəniyyət Mərkəzində Qazi Elçin Hüseynzadəyə həsr olunmuş bugünkü tədbirimizdə xoş gördük. İlk olaraq Azərbaycan Respublikasının dövlət himni səsləndirilir və daha sonra şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilir.
Kimi anamdır deyir vətəninə, kimi balam deyir, kimi torpağımdır deyir. Amma artıq onlar üçün vətən şəhid balasıdır, şəhid adıdır. Vətən 5 hərfdən ibarət olan söz. Bir əldə 5 barmağımız var. Biz həmən gün bu 5 barmağı bir araya getirdik, bir yumruq olduq. Həmin məşhur dəmir yumruq. Dəmir yumruğumuz hər zaman zirvədə qalsın. Dəmir yumruğumuz hər zaman hazır ol çağırışına bax, belə cavab versin. Necə ki, 44 günlük vətən müharibəmizin, vətən savaşımızın, 30 illik həsrətimizin zəfəri kimi. Bəli, biz bugün onlardan danışacağıq. Vətən qəhrəmanlarından, şəhid anaları, əvvəla elçinin adını bugün əziz tutub, bizimlə birlikdə olan bütün şəhid analarına dərin təşəkkürümüzü bildirirəm. Allah sizi var eləsin deyirəm, səbirli olun deyirəm, çox sağ olun deyirəm ki, bugün siz bizlərlə oldunuz. Həqiqətən də bugün sizlərlə olmaq bizim üçün qürurdur. Bəli, biz bugün şəhidlərimizdən danışacağıq, vətən müharibəsi iştirakçılarımızdan danışdıq və Qazi Elçinin şərəfinə bugün bizimlə olanlardan. İlk olaraq söz çıxış üçün verilir Məlahət anamıza. Gəlmisiniz deyirəm, çox sağ olun. Nə yaxşı ki, bugünkü gündə mənim yanımdasınız. Burada şəhid analarımız, çox təşəkkür edirəm, gəlmisiniz. Allah şəhidlərimizi rəhmət eləsin. Burada 149 nömrəli məktəbin direktoru Rəhilə xanım, canımız, ciyərimiz yanımızdadır. 117 nömrəli məktəbin direktoru Səidə müəllimə burada yenə yanımızdadır. Elçin həmin məktəbdə 1-ci sinifdən oxuyub. Sinif nümayəndəsi Könül müəllimə buradadır. Mən bunları istəyirəm ki, təqdim edeyim. İbtidai müəlliməsi Tərbəli müəllimə buradadır. Aygün müəllimə, çox sağ olun, xoş gəlmişsiniz deyirəm. Burada bizim rəisimizin qızı, həkimimiz Məsəd xanım buradadır. Yenə məni tək qoymadılar, bacılar bizim yanımızdadılar. Çox sağ olsunlar. 156 nömrəli məktəbin həm müəllim kollektivlərinə, uşaqları ilə birgə burada mənim yanımdadılar. Çox sağ olsunlar, təşəkkür edirəm. Həmin məktəbin işçisi, direktorun mavini, bacı Gülürman xanım, o da buradadır, bizim yanımızdadır. Mənim burada tələbələrimdir, mənim canım ciyərlərim, məni heç vaxtda tək qoymurlar. Bitirənlər, bitirməyənlər, hamısı buradadır. Subhan, sənə dərin təşəkkürümü bildirirəm, çox sağ ol ki, buradasan, yanımdasan, ailəmlə birlikdə. Bizim məktəbin Mədəniyyət Mərkəzinin direktoru Vaqif müəllimə təşəkkür edirəm. İşçilərimizə təşəkkür edirəm, yanımdadılar. Buranın kitabxananın müdiriyyəti, direktoru Jalə xanım, sizə, kollektivizə çox dərin təşəkkür edirəm. Vallahi bilmirəm ki, təşəkkürümü necə bildirim ki, hər zaman yanımdasınız, var olun. Nurifər xanım, sənə dərin təşəkkür edirəm ki, bu tədbiri ilk öncə sən başladın, çox sağ ol, var ol. Burada bizim adı yadımdan çıxdı, məhdamımız Aras oğlum buradadır, dərin təşəkkürümü bildirirəm. O birisinin adı Nurlan buradadır, yanımızdadır, çox sağ olun. Bizim 100 şəhid layihəsinin sədri Elvin bəy buradadır, yanımızdadır. İndi onların təqdim olunacaq. Qazimiz buradadır, Arif müəllim, dərin təşəkkürümüzü bildirirəm. Üzr sayım, yəni biraz həyəcanlı olduğuma görə. Elçin üçün qəzəl yazan qardaşımız buradadır. Çox Elmar bəy, çox yox, sağ olun, var olun. Bir də ki, bizim elçinimizin ona necə köməklik göstərib, qazimiz
Elin buradadır, burada danışacaq. Yəni, çox istəmirəm vaxtınızı alın. Çox sağ olun ki, gəlmişsiniz, yanımdasınız. Jurnalistlərimiz buradadır. Süreyya xanım buradadır. Fazilə xanım buradadır. Çox sağ olun. Üzrü sayın ki, bəlkə də kimsə yadından çıxır. Elvin bəy, təşəkkür edirəm ki, yanımdasınız. Çox sağ olun, var olun. Bizim bir dənə də bir gün ərzində şeir hədiyyə elədi. Ad neydi? Pərviz bəy, oğlumuz burada döyür, Moskvadadır. İnşallah ki, bizim analarımızla da, söz verib ki, analarımızla da gəlib görüşəcək. Dərin təşəkkür edirəm, var olun, çox sağ olun. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Nə yaxşı ki, varmışsınız. Sağ olun, çox sağ olun. Təşəkkür edirəm. Kitabxana 2022-ci ildə Qazilərlə Görüş layihəsində Elçinə həsr olunmuş çox gözəl bir tədbir keçirdik. Elçin özü bizimlə idi. Elçin o qədər gözəl çıxış edirdi həqiqətən də. Müharibədə keçdiyi döyüş yolundan. O həqiqətən də 117 nömrəli məktəb bizim qonağımız idi, Könül müəllimə. Çox böyük, həqiqətən də sevinç hissi ilə dolu bir tədbir oldu. Çünki orada elçin var idisə, o tədbir həqiqətən də gözəl olmalı idi. İnanın, bəlkə də sinfin ən dəcəlləri bizimlə idi. Amma elçinə o qədər qulaq asırdılar ki, o qədər elə diqqətlə qulaq asırdılar ki, onun döyüş yolu o qədər ona maraqlı idi ki, həqiqətən də çox gözəl bir tədbir keçmişdi. Və Məlahət ana orada çıxış eləmişdi. Mən istəyərdim ki, ekranda Məlahət ananın çıxışımızı hamımız birlikdə izləyək. Cənnətdəki Mevluduna xoş gəlmişsiniz. İlk öncə dərdimizə dəyər verən şəhidlərimizi tanımaqdır. Şəhidlərimizi nəsillər tanısın, xatirələr isə bizimlə qalsın. Elçin mənim üçün var, hər zaman da olacaq. Kimsənin də onu unutmağa imkan yaratmaram. Unutmamaqdan ötürü də bu cür tədbirlərin keçirilməsi, onlar haqqında gözəl danışıqlara təşəkkür edirəm. Elçin orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqojik Universitetinin nəzdində ixtisasla idman müəllimi idi. Oxuduğu müddətdə müəllimlərin, tələbə yoldaşlarının sevimlisinə çevrilmişdi. Tərbiyəli evlad olub, hər zaman onunla fəxr etmişəm. Başım dikdir, yüzü ağ gəzirəm, fərqli bir şəkildə dünyadan gözəllərdir. Şəhidlərimiz unutulmaz zaman ölürlər. Ona görə də şəhidlərimiz unutulmasın. Gələcək nəsil bilsin ki, bugünkü gündə azad yaşayırlar, bugünkü gündə rahat yaşayırlar, Qarabağ torpaqlarında sərbəst ayaqlar basa bilirlər. Çəkinmədən, qorxmadan, sevinclə, qürurla ayaq basa bilirlərsə, şəhidlərimizin, qazilərimizin, ehtiramlarımızın sayəsindədir. Elçin döyüşlərindən bir müddət əvvəl deyirdi, anam müharibə ola bilər, şəhid və qazi ola bilərəm, anam hazır ol. İstəmirəm kiminsə yanında ağlayasan, mənə qarşı sevgisi çox idi. İşdə olanda qapının döyüntüsündən bilirdim ki, elçindir. Anam, darıxdım sənin üçün, gəldim görüm səni. Dərs vaxtı tez-tez sən gedərdi. Anam, necəsən? Qızlar sən xətrivə dəymirlər ki, yemək, çay içmirsən, soruşardı. Deyərdim, tez-tez sən getmə balım. Deyərdi, səsini işləndə rahat oluram anam. Dərs bitməmiş, elçin qapıda gözləyirdi məni. Heç istəmirdi piyadə edim. Qıymırdı, istəmirdi məni kimsə görsün. Çox qısqancıydı. Elçin anası kimi xeyriyyəçi idi. Uşaq evlərinə yardım edərdi. Kimsəsizlərə əl tutardı. Anası kimi yardım edərdi.
Hələ döyüş sonrasında yaralılara kömək edərdi. Bir gün zəng gəldi. Elçin balam, mənim oğlumu yaralı üçün onu qurtarmışdı. Mənim evladım bugün yaşayır. Elçin sayəsində dedi. Mən Elçin haqqında çox danışardım. Mən şəhid Elçinin anasıyam. Evimə qədər qonaq edən bitməyən anasıyam. Əynimə qara paltar geyindirən anasıyam. Başıma qara örtəyi örtdürən anasıyam. Üzü gülməyən anasıyam. 27 yaşında dünyasını dəyişən anasıyam. Toy otağına girməyən zavallı anasıyam. Xıraslı külək aparan igidin anasıyam. Arzuları ürəyində qalan zavallı anasıyam. Erməni ilə əlbəyaxan döyüşən qəhrəmanın anasıyam. 10 gün atsız qalan balamın anasıyam. 10 gün örtüsündən, qaldısından xəbəri olmayan ikidimin anasıyam. 27-sində gedən günündən Erməniyə qan usturan anasıyam. Seyid Mahmudlu, Tərtər rayonu, Talışkən, Su Qovuşan, Füzuli, Albasanlı, Mirzə Camallı, Seyid Əhmədli, Seyid Mahmudlu, Cəbrayil, Hadrut, Xocabənd, Şuşa, Daşaltı kəndinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşan gidimin anasıyam. O neçə yaralı əskərimizi ölüm çaynağından alaraq onlara yeni həyat bəxş edən igidimin anasıyam. Hər dəqiqə qəlbi şadətini deyən cavanın anasıyam. Anasına görə gözüm sən deyən anasıyam. Anasının nəfəsin sən deyən anasıyam. Baş tacıqsan deyən oğlun anasıyam. Mən yarı yolda qoyub gedən cavan anasıyam. Mən çox sevən evladın anasıyam. Orada gördüklərinə dözməyən anasıyam. Anasına balıqdan vuran anasıyam. Al mühürlü balamın anasıyam. Yetimləri ürəyinə basan anasıyam. Verildi. Teşekkür ederim size ki belə gözəl oğul böyütmüsünüz. Həqiqətən də var olun. Allah sizi qorusun. Məlahət ana elə anadır ki, bizim bir balaca parmağımız qanayan kimi onun yanına qaçırır. Bir balaca ürəyimiz ağrıyan kimi onun yanına qaçırır. Hər şey için çok sağ olun. Teşekkür ederim. Bəli, Məlahət ana dedi, bayaq bizim qonaqlarımızı dedik. Bugün 156 nömrəli məktəb bizim qonağımızdır. 156 nömrəli məktəbin kollektivinə dərin təşəkkürümüzü bildiririk bizimlə olduqlarına görə və çıxış sözü məktəbin müəllimi, psixoloq Gülxan müəlliməyə vermək istəyirəm. Buyurun Gülxan müəllimə. Bazım hər şeyi danışdırdı. Gələnlərə təşəkkür. Hamınıza çox sağ olun. Gələn əyavlarımız var olsun. Şəhid analarımıza başımda qurban olun deyirəm. Mənim elçinim də, yəni burada hamı mənim elçinim. Rami, Murtuz, Vabil, hansının adını çəkin. Mənə deyiblər sən ağlama. Danışın, ağlama. Sizə sual verirəm. Hansı xala adısı övladı üçün göz yaşı tökmədən danışa bilər? Olar elə bir şey. Olar. Əhləmən və siz bu şərəfli yolda ağlamaq. Mən sizə baxanda biraz mərd oluram. Qoy sizə baxın danışım. Üzr istəyirəm hamınızdan. Halal olsun əhləmən sizə. Sizə heyranım da. Həm danışmanıza, həm qürurunuza, həm nə bilim mədəniyyətinizə, insanlarla səmimiyyətinizə.
heyranam, bugün yox ha, həmişə. Elçin haqqında 3 gün 3 gecə danışaram. O qədər onun xatirələri var. Mən bir xalım kimi 44 günlük müharibədə soyuğu idi, başında qəribə sportivli papak qoymuşdu, görüntülü danışırdı. O qədər pozitiv idi, o qədər belə gülməli zarafatları var idi. Dedim, Elçin atam, sənə soyuqdur. Dedim, xala, görmürsən komiserleriyanı? Bayırda deyir. O qədər zarafatçılıdır, orada mənə yenilər. Xala deyir, ağıllı ol, komiserleri görmürsən, komiserler yanır, bizə soyuq döyür. Yəni, yalvarırdım ona ki, mənə bir çiçək danışdı, orada nələr gördüm, nələr var. Yox, xala deyir, mən sənə onları danışa bilmərəm. Sən xəstə adamsan, sən o mənim danışıqlarımı görəsən, fikir eləyərsən. Razılaşmırdı. Amma məktublar gəlirdi ona, o məktublardan bir ikisini mənə oxuyurdu, uşaqlar ona məktublar yazırdı. Xala deyir, gəlin, Allah qoysa, o məktublarla məktəbləri gəzəcəm. Gəldi. Gəlişi yaman ağır oldu. Çoxlu təşəkkürlər. Var olasınız. Sağ olun. Fərqaltı Ömər məktəb qonağımızdır. Çıxış üçün sözü balacalara veririk. Onlar da Elçinin adını tutub gəlirlər bugün və onların hazırladığı kompozisiyaya baxmağa sizləri dəvət edirik. Əziz şəhid qardaşım, səni heç tanımadım, amma sən mənim qəhrəmanımsan. Məktəbin, 156 nömrəli məktəbin 4-cü siniflərinə buyurun. Haqqımızda onların izi var, hər nəfəsimizdə onların haqqı var. Biz bu gün azad yaşayırıqsa, bu onların bizə əmanətidir. Onlar getdilər, amma vətəni bizə əmanət etdilər. Onlar sustular, amma tarix onların adını danışır. Onlar uzaqlaşdılar, amma qəlbimizə daha da yaxın oldular. Bir uşaq atasını görməsə də, onunla fəxr. Bir ana göz yaşı döksə də, qürurla deyir, mən şəhid anasıyım. Bu vətəni sevəcəyik, onu qoruyacaq, şəhidlərin yolunda davam edəcəyik, heç vaxt unutmayacaq. Şəhidlərə söz veririk, vətənimizi sevəcəyik, qoruyacaq, onları heç vaxt unutmayacaq. Onlar bizim qürurumuzdur, onlar bizim tariximizdir. Onlar bizim azadlığımızdır. Sizin işığınız heç vaxt sönməyəcək. Şəhidlər ölməz, vətən ölünməz.
bir tərəfdən çox kədərli, bir tərəfdən də çox qürurludur. Həqiqətən sizin kimi analarım, sizin kimi xanımların qarşısında həqiqətən bilmirəm, utanaraq deyilmi, necə çıxış edeyim, vallahi bilmirəm həqiqətən. Bugün biz həqiqətən işləyiriksə, bu cür vətənpərvər uşaqları yetişdirə biliriksə, şəbəkləri, bu sizlərin övladlarınız sayəsindədir. Biz daim məmnun olaraq hər zaman övladlarımıza bunu deyirik. Hər zaman vurğulayırıq ki, bu günlər üçün biz sizlərə borcluyuq. Şəhidlərimizə, qazilərimizə, hərbiçilərimizə borcluyuq. Həqiqətən yenə deyirəm, o qədər qürurludur, o qədər də həyəcanlıdır. Hər birimizin qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Arıcımız Əli Səlimov. Herkese salamlayıram. Bugün Elçin kardeşimin alım günüdür. Artık 3 ildir ki o bizden ayrı düşürdü. Məlahət xanım, Allah sizə səbir versin. Və sizin timsalınızda Allah bütün vətən yolunda şəhid olan şəhidlərimizə rəhmət eləsin. Burada əyləşən şəhid anaları var. Əllərinizdən öpürəm. Valla mənim üçün danışmaq çox çətindir. Belə tədbirlərdə hər zaman sizinlə bərabər olmaq mənə xoşdur. Amma eyni zamanda mənim çox çətindir. Çünki o keçmiş yollarda o şəhidlərimizlə, qazilərimizlə bərabər mən də şəhidçilərə qoşmuşam. 44 günlük müharibədə və o keçdiyimiz şərəfli yol ömrümün sonuna kimi mənim gözümün qabağından heç vaxt keçib getməyəcək. Can qanı hesabına, həmişə demişəm, aclıq bilmədən, susuzluq bilmədən, isti soyuq bilmədən, ölümün gözünə dik baxan şəhidlərimizin sayəsində biz o səfərə gələn hər kəsə öz adından, təşəkkürümüzü bildiririk, Güzəl Altın və məktəb adından, direktor adından və burada məktəb direktorları da əyləşir. Siz də var olun, çox sağ olun. Mən gözləmirdim, Günel bacımı gördüm burada. 24 nömrəli musiqi məktəbində direktor müavini kimi çalışır. Axır səfər elə müharibə dönəmlərində idi. Mənim nömrəmi bilmirəm, harada tapmışlar, mənimlə əlaqə saxlamışdılar. Bu vaxtlar çətin vaxtlarda birisi əlaqə saxlamaq olurdu. Valla danışmaq çox çətindir mənim üçün, çox söz demək olar. Allah sizə səbir versin. Əllərinizdən öpürəm hər birinizin. İstərdim ki, Elçin qardaşım və bütün şəhid qardaşlarım, 3 mindən çox şəhidimiz oldu bizim 2-ci Qarabağ müharibəsində. Onlar hamısı mənim qardaşlarımdır. Hamısı mənim qardaşlarımdır. İstərəm bu mahnımı ifa edəcəyim mahnımı onları həsr edeyim. İnşallah çox sağ olun. Yolun düşse bu dünyaya dinleye, bilirəm ki gittiğin yol uzaq. Her bayramın bir tələdir tuzaqdır. Her bayramın bir tələdir. Sen gedənlər el eşiğdə sazanır. Sen gedənlər el eşiğdə sazanır. Yolun düşsə bu dünyaya bir dəyə, yolun düşsə bu dünyaya bir dəyə.
Gittiğin yer her necedir bir-birinden. Yolun düşse bu dünyaya bir de gider. Senden sonra dünya nece dağılır. Ellerime gözyaşlarım yar olur. Ellerime gözyaşlarım yar olur. Bilsen ömrüm nece ahuzar olur. Bilsen ömrüm nece ahuzar olur. Yolun düşse bu dünyaya bir neden. Yolun düşse bu dünyaya bir neden. Gel yolun uzatalım gözleri. Gül çiçeği bağlanan gözleri. Esriklerin gözü olan gözleri. Yolun düşse bu dünyaya bir neden. Yolun düşse bu dünyaya bir neden. Gel yolun ucundan gözlerin. Gül çiçeğin bağlanan gözlerin. Ve sevenin gözü olan gözlerin. Yolun düşse bu dünyaya bir neden. Yolun düşse bu dünyaya bir neden. Gökyüzünden, yerden uzak gökler. Yerdekiler göğe doğru sürüner. Her gün ruhun parça parça bölüner. Yolun düşse bu dünyaya bir de gel. Yolun düşse bu dünyaya bir de gel. Bir de gel.
Azərbaycan Azərbaycan bütövlüyü uğrunda döyüşən, canından və qanından keçən şəhidlərimizin səndəliyi ruhlar şad olsun, evləri cənnət olsun. Qazilərimiz Allah şəfa versin, şəhid analarından əllərindən öpürəm, başlarına. Elçin, rəhmətli Elçin halımızda bir yerdə olur, döyüşəli bir yerdə olmuşuq. Biz onun döyüşə gedəndə Elçi ilə döyüşmüşük. Orada qarşımıza top atıldı, yaralandı. Elçin düzümanəyə düşdü də, bu rəhmətli çox möhkəm idi, yükülə idi, onu dərs eləmədi. Amma mən ən pis yaralı olan nə idim? Və hamımıza hücuma verdilər, dedilər yardım gələcək. Elçin deyir ki, bu mənə qardaşım dedi, ona kömək eləməliyim. Dedilər yox, hücuma keçək yardım gələcək, qala bilməli. Və hücuma keçdilər. Elçin dözə bilmədi buna. Hücuma keçdilər, xeyli vaxt gedəndən sonra Elçin qayıtdı dala. 2 dənə dostunu aldı qarşısına, qayıtdılar dala, gəldilər, mənə yardım edilər. Gördülər, çox pis aldı, mən heç ödürə bilmirəm. Götürdü, nasırqa tapdılar, erməni bölüklərinin birindən, nasırqa tapıb kömək edilər. Mən çox pis haldaydım. Elçin hayda da tərimi silirdi, öpürdü, qucaqlayırdı ki, döz, çatdıracaq. Biraz tədbirimizin məcrası mən biraz ürəyimi açmır. Məlahət xanım, burada hər kəs ancaq qürurla danışmalıdır. Qürurlu bir tədbirə toplanmışıq. Şəhid anaları bəzən məndən inciyir. Mən bir-iki dəfə demişəm, ay xoşbəxt analar. Amma vallah imanımız kamil olsa, Allaha and olsun ki, bu belədir. Kimsə istəyir şəhid olmaq, Allah Taala seçməyibsə olmayacaq. Sizlərin balalarınız seçilmişlərdir. 10 milyon Azərbaycan xalqının içindən seçilən 3000 nəfərdən çox şəhidlərimiz. Ömür nə deməkdir? Beşiyimizdən qəbrə qədər gedən yol. Hər birimizin yolu, hər gün addım atırıq ölümə doğru. Amma ölüm var ölüm kimi, ölüm var zülüm kimi. Allah hamının analarına rəhmət eləsin. Mən uşağıydım, anam deyirdi ki, ölüm gözəl şeydir. Heç vaxt dərk eləyə bilmirdim ki, ölüm necə gözəl olur. Vallahi özüm gözəl şeydir. Kaş ki biz onu dərk eləyək. Və sizin balalarınız bugün qovuşub Allahımızın dərgahına. Və necə qovuşub? Kəfənlərini bayraqdan seçdilər. Ölümləri ilə tarix yazdılar. Hamımız öləcəyik zaten. Amma necə öləcəyik? Bunu Allah bilir. İnşallah onun da xeyirlisini nəsib eləsin bizlərə. Həm balalarımıza, həm özümüzə inşallah cəmi istədiklərimizə. Ona görə də deyirəm ki, bugün çox xahiş edirəm. Göz yaşlarınız sevinç göz yaşları olsun. Elə bugünkü göz yaşları əslində sevinç göz yaşlarıdır. Allah Taala Elçin balamıza qəni-qəni rəhmət eləsin. Ruhları şad olsun, zaten şaddır. Bugün firavan Azərbaycanda yaşayırıq. Gözəl ölkədə yaşayırıq. Siz deyən kimi görürsünüz gözəl balalarımız, gələcəyə gözəl olan övladlar yetişdiririk. Bu balaların, bu ölkənin, bu vəziyyətdə, bu gözəl əhval-ruhiyyədə davam etməyinin səbəbkarı gəlin unutmayaq, bizim ulu öndərimiz, ümumilli lider Heydər Əliyevdir. Bugün də onun 103 illik il dönümünü qeyd edirik. Allah Taala ruhunu şad eləsin. Şəhidlərimizin ruhunu şad eləsin. Qazilərimizə can sağlığı versin. Və şəhid adı gələndə nə olar xahiş edirəm. Qürurdan başqa heç nə duymayaq. Əli balamız oxudu. Ancaq qürurlu mahnılar, qürurlu musiqilər, yenə də deyirəm, yerləri behişt olsun. Bugün onlar bizə baxırlar. Cismən bizdən deyirlər. Tanıdan oğlumuz, bütün Azərbaycanın övladlarının anası eləyən oğlanlarımız, Azərbaycanı dünyaya tanıtdıran oğlanlarımız, hamınızın qarşısında baş əyirik. Fəxrimiz, qürurumuz, şərəfimiz, nə ad desən sizə yaraşır, onları belə vəsf eləmək lazımdır. Ay seçilmiş oğullar, ay seçilmiş analar, hamınızın qarşısında baş əyirəm. Allah Taala hamınıza səbr deyirik, səbrimizi verməsəydi, bizim övladlarımızı şəhid etməzdi. Səbrimiz zaten var. Sizin hamınızın qarşısında baş əyirəm, əllərinizdən öpürəm. Ay gözəl analar, Allah Taala sizi belə gözəl şəhidlərin anaları elədi. Hamınız var olasınız, gələnlərə mən də təşəkkür edirəm. Amma
çox xahiş edirəm, göz yaşlarınızı ancaq və ancaq seviniz göz yaşları ilə. Bu Allaha baxmış ki, hər bəndəyə gözəl Allahımız belə istəyir bizdən. Var olasın, mən əslində təbrik edirəm sizi, təbrik edirəm. Əslində şəhidlik məqamında təbrik eləməliyik, istəsək ola bilməliyik. Allahın ən gözəl məqamıdır. Getdilər bizim 124 min peyğəmbərlərimizə nə oldular? Qonşu oldular, məqamları uca olsun. Allah Teala onların ruhunu daim şad eləsin. Bəli, biz insanlar da nə qədər Azərbaycan xalqı var, nə qədər bizim möhtərəm prezidentimiz var, mən düşünürəm ki, onların ruhu daim şad olacaq. Bugün Azərbaycanın çiçəklənməsi üçün də biz bu şəhidlərə borcluyuq. Məncə məktəblərdə də biz bunları təlqin edirik, təbliğ edirik. Bütün Azərbaycan xalqı bunu dərk edir. Ona görə sizin balalarınıza qurban olaq, ruhları şad olsun, məqamları uca olsun. Var olasın, sağ olun. Başda Seydə müəllimə olmaqla təşəkkür edirəm. Çıxış üçün düzdür, dediniz mənə çıxış üçün söz verim, amma çox istəyərdim ki, siz də çıxış edəsiniz və məktəbin müəllimləri, Elçinin coğrafiya müəllimi, Gönül müəllimə buradadır və Elçinin ibtidai sinif müəllimi. Bizim üçün bu məclisdə iştirak etmək mənim üçün iki qat çətindir. Çünki siz şəhid anaların qarşısında danışmaq çətindir. İkincidə Elçin mənim üçün çox yaxın bir ailənin övladıdır və onu əvvəldən tanıdığım üçün çətindir. Bütün şəhid qardaşlarıma Allahdan rəhmət edirəm. Analarıma səbir diləyirəm. Və biz 44 günlük müharibəni sizlərlə bərabər yaşamışıq. Mən o müharibənin sonuncu günü gecə saat 2-də prezidentin çıxışına ilkdən necə qışqırmışdımsa, qonşular elə bilmişdik ki, bizim evimizdə nəsə baş verir. Bu dərəcədə sizinlə bərabər yaşamışıq, hisslərinizi sizinlə bərabər paylaşırıq. Hər zaman qulluğunuzda hazırıq. Sizin balalarınızı məktəblərimizdə, şagirdlərimizə təbliğ etməkdən qürur duyuruq və biz hər zaman bunu etməyə sizə borcluyuq. Məlahət xanım, sizə Allahdan səbir diləyirəm. Rəhlə müəllimənin dediklərinin yanında artıq başqa şey söyləmək istəmirəm. Siz əslində şəhid anası olaraq dünyanın ən gözəl bəndələrisiniz. Allah bu sevinci sizə yaşadır. Səbir diləyirəm. Allah sizə can sağlığı versin. Fərqanə müəllimə istəyirəm onun üçün haqqında danışdım. Təşəkkür edirəm. Biz bir müəllim olaraq həmişə qürur yerimiz, fəxarət mənbəyimiz yetişdirdiyimiz şagirdlərimiz olur. Şagirdlərimizin uğuru, əldə etdiyi gözəl nəticələr hər zaman sevincimiz olur. Lakin bugün bu sevincə bir balaca hüznlə qatılır. Mən şagirdim, ölümü ilə ölümsüzləşən Elçinim haqqında danışmaq istəyirəm. Elçin iqtidar müəllimi edilədilər. Elçin məktəbə qədəm qoyanda fərqi birinci bir qədəm qoyur, az yaşlı olur. O mənim yadımda ağıllı baxan, iri gözləri ilə, ağlı ilə, dərrakəsi ilə, məsuliyyəti ilə, dosta, yoldaşa kömək göstərmək həvəsi ilə, bir də uşağa xas olmayan böyük bir təmkini ilə qalıb. Bu cür qalıb. Elçində böyük insanlara xas olan təmkin var idi, yaşın azlığına rəğmən. O, oxuduğu dövrdə çox sakit təbiəti ilə seçilirdi yoldaşlarından. Dediyim kimi, dostluğu, yoldaşlığı o qədər gözəl bacarırdı ki, Elçin. O, həmin xüsusiyyəti, Elçin həmin xüsusiyyətini özü ilə böyütdü. Mən onu məktəb bitəndən sonra dəfələrlə görüşəndə, rastlaşanda, düzdür, Elçin cismən çox dəyişmişdi, boylu, uzunlu, cüssəli bir gəncə çevrilmişdi, amma Elçinin o gülən, ağılla baxan gözləri dəyişməmişdi. Ta ki, həmin gözlər müharibə bitdikdən sonra mən Elçinlə növbətlərlə görüşəndə gördüm ki, Elçinin gözləri də dəyişib, baxışı da dəyişib. Baxışında bir səhvlik yaranmışdı Elçinin. Amma duruşuyla bir qürurlu olduğu bilinirdi. O müharibəni qalib kimi qayıtmağını çox fəxr edirdi. Mən də ona baxmaqdan artıq çox fəxr edirdim. Elçinin kimi həmin günü müharibədə canını, qanını fəda edən, iştirak edən hər bir oğlumuz, igid əskərlərimiz kimi.
Məlahət xanım, çıxışımın sonunda mən sizə, sizin simanızda burada iştirak edən və iştirak etməyən, bütün vətən yolunda, yurt yolunda canını, qanını əsirgəməyən övladların, igidlərin valideynlərinə təşəkkür etmək istəyirəm. Əziz valideynlərimiz, siz dünyaya məğrur, qorxmaz, cəsur, qəhrəman övladlar gətirməklə özünüz bir qəhrəmanlığı imza atmışsınız. Buna görə mən sizə dərin təşəkkürümü bildirirəm və sizin çininizdə olan yükü yüngülləşdirmək bizim əlimizdən gəlir, amma bir müəllim olaraq qarşısında söz verirəm ki, övladlarınızın ruhlarının, adlarının, qəhrəmanlıqlarının unudulmaması üçün mən əlimdən gələn hər bir işi edəcəyim, necə ki edirəm. Minnətdaram, təşəkkür edirəm. Mədəniyyət Mərkəzinin direktoru Vaqif müəllimə vermək istəyirəm. Buyurun. Bütün qonaqlarımızı Şəhid Elçin Hüseynzadə Azərbaycan Ərazi Bütövlüyü yoluna gedən döyüşlərdə Azərbaycan Ərazi Bütövlüyü yoluna gedən döyüşlərdə fəal iştirak etmişdir. Şücaətlərlə seçilmişdir. Düşmənin bir sıra canlı qüvvəsinin məhv edilməsində yaxından iştirak etmişdir. Həqiqətən danışmaq çox çətindir. Burada şəhid analar var. Sizlər hər zaman başınızı tutmalısınız. Çünki siz vətən üçün canından keçən cəsur, vətənpərvər olaraq dünyaya gətirmişsiniz, böyüdürsünüz. Biz sizlərə borcluyuq. Biz şəhidlərə borcluyuq. Allah şəhid Elçin Hüseynzadənin timsalında bütün şəhidlərimizə rəhmət etsin. Onların əzri uşaq olsun. Qazilərə isə can sağlığınız verin. Çox sağ olun. Ana yurdum, benim doğmam, diyarımsan, adımla ben gurur duydum, benim doğmam, diyarımsan, vətənə sevim aldırmış Resulullah, vətən üçün kim şehit olsa yerim cennette ya Allah, vətənə sevim aldırmış
Bayrağımız həmişə ucal olsun. Allah bizdən bizə verməsin. Bizdən mübarək olmasın. Sonraki qala günlərdir. Çox sağ olun. İlk öncə şəhid anaları başda olmaqla bütün tədbir iştirakçılarını salamlayıram. Allah elçi qardaşının simasında bütün şəhidlərimizin ruhunu şad eləsin. Məqamlarını inşallah uca eləsin. Peyğəmbər və onun əhli beytinə qonaq eləsin inşallah. Allah qazi qardaşlarımıza da can sağlığı versin. Allah'tan şəhid ailələrinə və qazi ailələrinə səbir diləyirəm inşallah. Bizim bir şuarımız var, hər dəfə onu səsləndirdiklərimizdə. Deməli, vətən bölünməz, şəhidlər ölməz, vətən bölünməz. Həqiqətən bu belədir. Allah Teala öz müqəddəs kitabında da buyurur ki, şəhidlər ölməyib, diridirlər və onlar bizlərin yanında bizim verdiyimiz ruzilərdən qidalanırlar. Həqiqətən şəhidlərimiz ölməyib, yaşayırlar, diridirlər və onların nəzərləri belə tədbirlərdə həmişə bizim yanımızda olurlar. Biz bir neçə tədbirlərimizdə, yəni istəmirəm ki, burada ad çəkən reklam etmək fikrində deyiləm, sadəcə özümə borc verdim burada çıxış etməyi. Biz bir neçə tədbirlərimizdə burada olan şəhid analarımızın əksəriyyəti bizim tədbirlərdə iştirak edirlər. Həqiqətən şəhidlərimizin, necə deyim, sağ olduqlarını, yaşadıqlarını, nəzərlərinin bizim üzərimizdə olduqlarını bizim o tədbirlərdə şahidi olmuşuq. Və istəyirəm İmam Hüseyin Əleyhisselamdan, üzürsün, Musadir Əleyhisselamdan iki hədisi nəzərinizə çatdırıb, deyir, ən şərəfli ölüm şəhidli ölümüdür. Və bir də buyurur ki, ağamız, insan bu dünyadan köçəndə onun iki çətin an olur. Bir can verdiyi an, bir də qəbrin ilk gecəsi. Şəhidlərə sual verirlər ki, bu dünyaya qayıtmaq istəyərsinizmi? Deyir, bu dünyadan şəhid kimi köçərəmsə, əlbəttə qayıtmaq istəyərəm. Görün, şəhidlər bu dünyadan köçəndə Allah onların gözlərində nə görsədir? Yəni, necə xoşbəxt köçürlər bu dünyadan ki, ona görə təkrar bu dünyaya bir də qayıtmaq istəyirəm. Mən bir daha təşəkkür edirəm, diqqətinizə görə minnətdarlığımı bildirirəm. Şəhidlərimizin Allahı şad eləsin, məqamlarını ucu eləsin. Allah dövlətimizi qorusun, bayrağımız daimi ucalarda olsun və sonda Məlahət Ənəm, sizi qurduğunuzu təbrik edirəm. Allah'tan sizə nə ömür yazırsa, mən heç vaxt edirəm, uzun ömür arzulamdan, çünki o yalandır. Allah'ın işinə qarşıya bilmərik. Nə ömür yazırsa onu yaşayacaq. Allah sizə nə ömür yazırsa onu xoşbəxt yaşayın. Mənalı yaşayın, imanlı yaşayın. Sizi təbrik edirəm. Sizin simanızda bütün anaları qarşısında baş əyirəm. Var olun.
səndən doymadım. Gözlərim dikilib yolunda qaldı. Ruhumun fəryadı göyə ucaldı. Elçin, səndən mənə cansız şəkillər, bir də ki sən olan xatirə qaldı. Basmışam bağrıma oğul məzarın, sağaltmır bir məlhəm qəlbim qubarın. Sən gedən payızda dayanıb ömrüm, duymuram istisin yazın baharın. Arzum gözlərimdə çevrildi yaşa, vurğundum mənalı süzgün baxışa. Ay oğul, mən daha sənsiz keçirəm, ömrə qədəm qoyan hər yeni yaşa. Cismim bu dünyada biçarə gəzir, sənsizlik həsrəti qəlbimi üzür. Baladan doymayan şəhid anası, şəhid balasını məzarda süzür. Sahibə Rəşidin, şəhid elçinin əziz xatirəsinə anası Mələk xanımın dilindən qələmə aldığı oğlum şiirini səsləndirirəm. Yanır ürəyimin başı ay oğlum, qorumur gözümün yaşı ay oğlum. Sən getdin elə bil dünya boşaldı, könlümün həmdəmi sirdaşı oğlum. Arzum gözlərində qaldı can balam, ey gülərüz balam, mehriban balam. Ayrıldıq elçinim, vaxtsız, vədəsiz, bir də görüşərik nə zaman balam. Baxıram yollara bəlkə dönərsən, bəlkə o yollarla yenə gələrsən. Yenə əvvəlki tək basıb bağrına, ana, mən gəlmişəm, sevindiyərsən. Amma ki gəlmirsən, ötür fəsillər, ötür aylar, günlər, ötüşür illər. Elçinim bil, anam sənsiz dünyada heç rahat yaşamaz, ağlayar inlər. Şəhid anasıyam, analar, mən də, bir oğul miskili yatır sinəmdə. Dözülməz bu həsrət, bu əzab, amma şərəfli, şöhrətli bir addır həm də. Məzarın nur ilə dolsun şəhidim, ey qorxmaz yiğidim, ey mərd yiğidim. Anam da səninlə qürur duyaraq, vətənə qurbandır, elçinim dedi. Anam da səninlə qürur duyaraq, vətənə qurbandır, elçinim dedi. Nə bəxtim gülmədi, nə də ki üzün, yollarda qaldı o iki cüt gözüm. Sinəmə dağ çəkdi səssizcə sözüm, dünyası yıxılan şəhid atası. Canımdan can qopan bu ağrı nədir? Övladım bu dağı dünya qədərdir. Atalar bilərlər bu ağrı dərdi, dünyası yıxılan şəhid atası. Qorxudan quruyar göz yaşlarında, bir gündə qocalar baxışlarında, fəryadım susturar yağışlarda, qəhərdən boğulan şəhid atası. Anamı susturar göz yaşı nalə, səni susturmaz ki dünyada heç nə. Hər kəsdən gizlənib ağlar sən demə, dünyası puç olan şəhid atası. Dərdli anaların gözü dikilir, oğlunun getdiyi sonsuz yollara. Oğlundan hədiyyə almayan ana, aparıb gül çiçək düzür məzara. Bir həsrət daşına ayağı dəydi, yanından doymayan neçə sunanın. Qanlı köynəyini öpüb qoxlayır, hər bayram günündə şəhid yarına. Şəhid övladının qəlbi dağlayır, bir zaman doyduğum balam kəlməsi, bayram günlərində biraz da artır, körpə ürəklərin fəryad naləsi. Şəhidlər azaldıb toxumun səfər, həmin torpaqlara bayram yetişir, bahar yetişir. Torpağa qarışan qəhrəmanların həsrəti hər kəsin ürəyin deşir. Asta basını torpağa, or
dəvət edirik. Buyurun. Allah Elçin qardaşların məkanına zəhmət eləsin. Mən hekayə yazmışam, Yüksəli Şeir Layihəsinin hekayələrini təbii ki. Elçin gedən gündən bəri evimizin divarları susmur. Onlar danışır, xatirələrlə, səssiz, haraylarla, gözə görünməyən ağrılarla, divardan asılan şəkillər indi sadəcə şəkil deyil. Hər biri bir ömür, bir nəfəs, bir ana çağırışıdır. Hər dəfə o şəkillərə baxanda gözlərim dolur. Bir vaxt bağrıma bastığım balamı indi kağız üzərindən qucaqlayıram. Soyuq şəkillərin içində isti nəfəsini axtarıram. Otaq xatirələrlə dolub, daşır. Mən isə göz yaşlarımı, o xatirələri üstünə səpirəm. Düşünürəm bəlkə bir damla göz yaşımda məndən Elçinə yadigar qalar Elçin. Sən məni heç vaxt diqqətdən kənara qoymazsın. Hər gün, hər saat səsinlə evimizi işıqlandırardın. Telefonu biraz görgörəndə laraq olardın. Ana, yaşısan. Günorta zəng edib soruşardın, yemək yemisən. Sonra da o dolma səsinlə deyərdin, mən səni çox istəyirəm ana. İndi o səs üçün darıxmışam, sənin qaydına, sənin varlığına, sənin ana deyən nəfəsinə. Həsrət qalmışam. Sən çox tez getdin Elçin, arzularımızı yarım qoyub getdin. Mənim səndən başqa Aysel adında, Əl adında oğlum da var. Bəzən kövrələndə onlar məni oğudur. Ana, üzülmə, Elçin səni görür. Onun yeri rahatdır. Bu sözlər biraz ürəyimə su səpir. Düşünürəm ki, sən ölməmisən Elçin, sadəcə gözündən itmisən, ruhun bizimlədir. Bəlkə də indi bu sözləri yazarkən yanımdasan, pıçıltı ilə danışırsan, amma mən işlə bilmirəm. Sən bizi görürsən, biz də səni görə bilmirik. Bilirəm, övlad itirən bütün analar mənim kimi yanır. Bu dərd sözə sığmır. Bu ağrı danışmaqla azalmır. Bu insanın içində səssiz böyüyən bir qasırğadır. Bəzən məzarın üstündə dayanıb Allaha yalvarıram. Ay Allah, məni Elçinə apar. Canımı al, qutar, gedim. Çünki mən oğlum üçün darıxmışam. Hər gün daha çox, hər an daha dərin. Amma içində bir ümid var. Əgər mən Elçini tapa bilməsəm, belə Elçin bir gün məni tapacaq. Gəl ruhum sənə tapınır, qovuşum deyə çırpınır, canım çıxır, göz qırpınır, bu dünyadan qopar, gedir, səs də vermirsən səsimə, kədər yurt salır qəlbimə. Ay Allah, məni Elçinə, al canımı, apar, gedim. Nə qədər olar oğul dərdi, ağır boydu, həyat, şərdi, yaşatmadım igid, mərdi, icazə ver, olar, gedim. Bu Tanrıya üsyan deyil, oğul dağı asan deyil, Əzrayla fərman deyil, yaz fərmanı, qutar, gedim. Haqqa bir iz salmasam da, tənha qalıb qalmasam da, mən cənnətdə olmasam da, məni Elçin tapar gedim. Salam məzmunlar, başda şeytanlar olmaqla hər biriniz xoş gələsiniz. Şəhid Elçin Hüseynzadənin xatirəsinə poema, müəllif Elmar Sahib. Yine bu səhər otağına girdim, baxıb şəkillərinə mən can verdim. Alışıb alovlandım, içim, gözüm yalan əhdandı sənin Elçin. Bir əşyalarına toxundum mən. Elə bildim sağsan, indi gələcəksən. Oturub otağında qəmə daldım, özümü bir anlıq həyatdan aldım. Qızım gəlib, oğul bana dedi. Elçin hələ də xəyalında idi. Söylədim qardaşım düşüb yadıma. Qurban olun onun şəhid adına. Kaş olaydı yanımızda o indi. Oğul dağı çəkmək mənə çətindir.
Qızım mənə baxıb dedi, anacan, yaşadacam adını axıracan. Elçin mənim igid qəhrəmanımdır, ölənə dək varlığım həm canımdır. Qoyma bir oğlum evə gəldi, elçinin otağında olduğunu bildi. Girdi otağa bir xeyli kədərli, dostu idi elçin, onun dəyərli. Dedi elçin mənim dostum oldudur, nə sirlərim onda gizli qalıbdır. Biz qardaş olsaq da dostluq edirdik, hara getsək elçinlə bir gedirdik. Tanrı verdi mənə qardaş dağını, itirmişəm həyatın xoş çağını. Həyatda bacımla biz tək qalmışıq, gəl elçin, gəl axı, sənsiz qalmışıq. Mən dostumu, qardaşımı itirdim, elçin kimi sirdaşımı itirdim. Oğlumun qızının kəlmələri xatırlatdı gör bir mənə nələri. Sanki bir əsardılar yanana, gələcəklər bu mövzunun davamı. Yerləri bölüşdür. Bir ayə deyir, Allah Teala Quran-ı Kerimdə buyurur, şəhidlərə ölü deməyin, onlar Allah qatında diridirlər və Allah tərəfindən cənnətdə rozalanırlar, yiyirlər, içirlər. Sadəcə bizim üçün agah deyil, onlar necə rozalanırlar. Bildiyimiz budur ki, diridirlər. Biz həyatda İmam Əli Reysan'ın hədisi var, deyir, insanlar həyatda yuxudadırlar, öldükdən sonra diriləcəkdirlər. Elçin Seyiddir, Peyğəmbər oğlanıdır. Onun üçün qəzəlin əvvəlində bu cür başlamışam. Peyğəmbərin soyundansan, mübarəkdir qanın sənin. Fədakarsan, vəfadarsan, vüsət almış şanın sənin. Doğulmusan kənd binədə, sevib səni həm ətrafın. Vətən üçün candan keçib səy etmisən. Doğulmusan kənd binədə, sevib səni həm ətrafın. Seçilibdir çox uşaqdan ədəb-i ərkanın sənin. Vətən üçün candan keçib səy etmisən döyüşlərdə. Düşmənlərə məhv edilsən, hallanıbdır sanın sənin. Şəhid Elçin Hüseynzadə həkk olubdur daş lövhəyə. Şəhid oldu özün kimi dost qardaşın yanın sənin. Yaz ki, şəhidlər üçün talib səni bilsin hamın, şəhidlərin sərvəridir, padişahın xanın sən. Vüqar şəmsi. Hoş gördük sizləri. Hazırlıqsınız. Yenə də bədalətən nəsə deyərik. Bəli, bugün biz Elçin babamızın anım günündəyik. Mənim üçün çətindir. Çünki bir 70 və 80-ci illərdən biz çiyin-çiyinə bir sinifdə olmasaq, qonşu paralel siniflərdə biz Məlahətlə eyni məktəbi, 117 nömrəli məktəbi bitirmişdik. Amma həyat elə getirdi ki, belə deyim də, deməyək ki, ağrı acam. Çünki o bizim üçün çox çətindir. Yəni, o sözün ifadəsi bizim yaşam üçün, bizim bugünkü gün ayaqda durmağımız üçün çox çətin.
həyatın axarıdır və həyatın bir, necə deyərlər, deyir Allah, o çətinliyi onu daşıyana verir, yəni gücü çatana. Və biz də bu qismətin sahibi olduq həyatdır, biz həyatı yazmırıq. Elçin balamın çox gözəl bir anları mənim yadımdadır. Düzdür, uşaqlıq dövrünü yalancı çıxaram ki, mən onu tanımışam, yox. Amma Ramil şəhid olandan sonra biz bir məhəllədə oluruq. Dəfələrlə biz yolda keçəndə bir maşının qəfildən saxlamağını və belə deyək, maşın sükan arxasından yox, yeri düşüb, mənim qabağıma qaçaraq və yaxud əlimdən tutub, o maşına mindirib məni evə aparmağı, inan, o qədər səmimiyyətini, onun o övladın səmimiyyətini ifadə edir. Yəni, bu özü bir cəsarətdir ki, o övlad, bax, şəhid anasına o cür hörmətini istəyir. Və nömrəsini verir mən ki, Neyhan xala, bax sənə, nəqliyyat lazım oldu, mən tərk qalmam. Elçin bax bu cür qalır mənim qəlbimdə, yaşayır. Mən həmişə deyirəm, mən onun məzarından keçəndə heç vaxt Fatih surəsiz keçmirəm ondan, yəni bunu biləsən. Reklam eləmirəm, amma ki, həqiqətən mənim üçün çox dəyərlidir. Bilirsiniz necə, mənim canlarım buradadır, şəhid analarımız buradadır. Eyni dərdin, yenə dərd demirəm, eyni fikrin, düşüncənin biz sahibiyik. Yəni, inanın biz burada dursaq, öz balalarımız haqqında nəyisə ifadə etsək, bütün kəlmələr üst-üstə düşər. Çünki eyni hissləri keçirdik. Bu özü də Allahın lütfüdür ki, yəni burada həqiqətən Rəhli mənim çox gözəl çıxış edir. Allahın lütfüdür. Amma burada olan o göz yaşı, o qəlbimizdəki olan o dərdi ağrını biz həqiqətən gərək bir üzə verməyik. Niyə görə? Düşmən sevilməsin. Dinlədik. Həqiqətən də belə Elçinin adına layiq çıxışlar oldu, layiq tədbir oldu. Hər birinizə təşəkkür edib və çıxış üçün sözü Xəzər rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Jalə Əliyevaya vermək istəyirəm. Buyurun. Dəyərli Məlat müəllimə, həqiqətən də biz bugün Elçinin işığına yığışdıq, onun anı günə yığışdıq. Mən Allahdan sizə səbirlə yanaşı məğlub olmağı istəyirəm. Gözəl şəhid anaları, siz bizim başımızın tacısınız. Sizin yeriniz bizim ürəyimizdə bir başqadır. Biz mərkəzi kitabxanada Elçinlə tədbirlərimiz, oxucularla görüşlərimiz olub neçə dəfələrdə. Və Elçin həqiqətən də 44 günlük müharibədə öz qəhrəmanlığı ilə, şücaəti ilə, cəsurluğu ilə yadda qalan iz qoydu. Eləcə də oxucularla görüşdə Elçin çox təmkinlə oxucuların suallarına cavab verirdi, onlarla söhbətlər edirdi, bizim gənc nəslə məsləhətlər verildi. Elçin həqiqətən bizim xatirələrimizdə yaşayır. Biz onu daim yaşadacağıq. Məlat müəllimə, mən arzu edirəm ki, sizin gözünüzdə bir daha yaş görməyək biz. Sizin gözünüzdə sevinç yaşları görmək istəyirik daha. Və onu da demək istəyirəm ki, düzdür, biz 3000-dən çox şəhid verdik. Həqiqətən də qan tökülməyən, şəhid verməyən torpaqdan vətən olmaz.
Ən əsası biz qalib xalqın, qalib ordunun, qalib vətəndaşlarıyıq və bununla fəxr edirik. Biz Ali Baş Komandanımızın dəmir yumruğu altında bu qalibiyyəti yaşadıq və dünya xalqları arasında məğrurla, qürurla öz vətənimizi, bayrağımızı ucaldırıq və bundan sonra da ucaldacağıq. Təşəkkür edirəm bugünkü tədbirdə hər kəsin təşəkkürümü bildirirəm, iştirak etdiniz. Allahdan qazilərimizə də can sağlığı arzulayıram, şəhidlərimizə də rəhmət diləyirəm. Çox sağ olun, var olun. Allah bütün şəhid analarına səbr etsin. Ana, Bakını diş tut. Sənin oğlun Elçin göylərdədir. Qəlbimizdə ağır kum yanır, vətənə əbədi sevgidədir. Elçin şəhidli qazı ilə ucaldı ulduzlar arasına, sən ağlasın da gizlicə, o da dərsənə, ana. Oğlun Elçin, igidlərin igidi, torpağın qüruru, millətin fəxridir. Sənin tökdüyün hər damla yaş, vətənin anından nur izdir. Hər gecə ulduzlara baxanda, sanki Elçinin gözləri parlayır. Qorxmana, deyir fısıltı ilə, sən də bir qəhrəmansan deyib ağlayır. Əllərin dua, gözlərin ümid, Bakını diş tana, çünki sən Elçin Zeyzadə anasın, çünki sən bir millət anasın. Söz verilir Vətənsevərlər İctimai Birliyinin sədri Surə Məmmədovaya. Başda olmaqla bütün şəhid övladlarını, şəhid ata-analarını, şəhid yarlarını, yadigarlarını, ümumiyyətlə şəhid ailələrinin hamısını salamlayıram və şəhidlərimə salam olsun, qazilərimə salam olsun, vətən sevən, şəhid sevənlərimə salam olsun və vətənimizin keşiyində duran əskərlərimizə, zabitlərimizə hər birinə salam olsun. Mən istərdim ki, şəhidlərimizi bəli, qürurla yaşadaq və qəlbən yaşadaq. Yəni, qəlbimizdə başqa heç nə olmadan şəhidlərimizi yaşadaq, bu bizim müqəddəs borcumuzdur. Şəhidlərimizi yaşatmaq üçün bizim də belə addımlar atırıq, İctimai Birliyimiz adından fəxri fərman təsis etdirmişik Məlahət Xanıya. Mən istərdim ki, Məlahət Xanı mənim yanıma gəlsin, çünki şəhidimizin köşəsində, elçiyimizin önündə mən onu təqdim etmək istəyirəm. Fəxri fərman, torpaqlarımızın azadlığı uğrunda gedən qızğın döyüşlər zamanı mənfur düşmənə qarşı vuruşaraq qəhrəmancasına həlak olmuş Vətən müharibəsi şəhidimiz Hüseynzadə Elçin Xaliqoğlu tərəfimizdən təsis edilmiş Qarabağın və qələbəmizin simvolu olan Xarı Bülbül fəxri fərmanı ilə təltif edilsin ölümündən sonra. Bu fəxri fərmanı anamıza təqdim edirəm. Ana qürurla yaşa, başını dik tut, Elçin elə belə olur. Hər birinizi salamlayıram. Mənim üçün həqiqətən çətindir şəhid anaları qarşısında çıxış etmək. Hər birimiz öz sahəmizdə, öz olduğumuz yerdə şəhidlərimizi yad eləsək hər zaman, onlar heç zaman unudulmaz. Bu bizim müqəddəs borcumuzdur ki, onları unutmayaq, daimi yaşadaq və gələcək nəsillərə ötürək. Bugün bayaq müəllimə də qeyd elədi, Surə xanım da qeyd elədi. Biz onları vüqarla anırıq, həmişə qürurla yad edirik. Bizə bu azad vətəni, bizə bu xoşbəxtçiliyi, firavanlığı yaşadan bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm və mən deyirəm, başını dik tut vətən, yolunda ölməyibdi avara yoldan ötən. Uğrunda candan keçən o igid ər oğullar, hər biri bir aslandır, bozqurtdur nər oğullar. Başını dik tut ana, dil deyib, qan yaş töküb, ağlama yana-yana. Sənin oğlun ölməyib, ucalıb şəhadətə, hər yetən çata bilməz belə əbədiyyətə. Ruhu göydə dolaşır, yatsa da yer altında, o sayılıb, seçilib Rəbbin uca qatında. Başını dik tut bacı, bilirəm çox incidir qəlbindəki bu sancı, amma rahat nəfəs al,
Qardaşın qoruyubdur xanımlıq ismətini, namusu, qeyrətini, canından uca tutub izzət ləyaqətini. Bacını, başını dik tut, sən ey vətənin vətəndaşı. Unutma, unutturma ən yedi tariximə yazılan bu yaddaşı. 200 ildən sonra geri qaytarırıq biz zaman zaman düşmənin bizdən aldıqlarını. Toplayırıq, yığırıq tikələnib tökülmüş vətən qalıqlarını. Bu torpaq ta əzəldən şəhidlərin qanı ilə yoğrulub vətən olub. Müzəffər ordumuzun, qazimin, əskərimin qolundakı gücündən, millətimin əzmindən, torpaq məhəbbətindən doğulub vətən olub. Torpaq məhəbbətindən doğulub vətən olub. Bu vətəni bizə bəxş edən, bu bütöv vətəni bizə ərmağan edən şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirəm. Belə oğulları, vətənpərvər oğulları böyüdən anaların qarşısında baş əyirəm. Əllərinizdən öpürəm, gözlərinizdən öpürəm. Allah bir daha xalqımıza, vətənimizə belə ağır acılar yaşatmasın. Teşekkür edirik. Gələn hər birinizə, başda şəhid analarımız, başda canlıqlarla var olun, teşekkür edirik. Allah Azərbaycan ordusunu qorusun, Allah xalqımızı qorusun, Allah Azərbaycanımızı qorusun. Teşekkür edirik sizlərə.